büt sıxmırsınız camaatın qabağına. Necə ki İlham qəhbə kimi gizlənir, siz də qəhbələrinizi göndərirsiniz. Dövlətin gücündən istifadə eləyib insanları şərləməklə məşğulsunuz. Sizin arvadlarınızın, qızlarınızın dilinin üstünə çiləyib. Gəlin də, gəlin, Ay gözləyirəm. kişi, ay kişi, inan, o Allahın birliyinə. Yenə də deyirəm, getdim Bakıya, bunlardan namus, qeyrət, mənlik olsa, ya dədələrinə, analarına qiymət versəydilər, bunlar məni Mehriban Əliyeva yox, promo prezidentin qabağına aparıb çıxardardılar ki, bu adamda spisok var. Görək bu adam deyir, ara qatan buradadır, Bakıda. Bu desin, siz də qulaq asın, görək kimdir. O ki, bilirsən Eşat, eşitirsən məni. Eşidirəm, nauşniklərəm, eşidirəm. Bu sviter zat toxuyurlar, ha, kadınlar. Sapla ki, toxuyurlar, sviter. O ipin başı, hadi vapşe de olsun, sviter olsun, kofta olsun, ne olsun. O ipin ki başından çəkəndə ki, hamısı sökülə gedir, ha. O göydəki Allahın birliyinə deyirəm sənə. Mən əgər Mehriban Əliyevanla görüşsəydim, onlardan aşağıdakıların yox yerdən 80% türməyə getməliydi. Yaxşı, bəs Mehribanın bu bibisi oğlu var, Raş, Altay Həsənov. Deyəm, bir də onun şəklini qoyum. Yaxşı, Altay Həsənov niyə peysər atır ki? Altay Həsənov bizi izləyir, Allah hamd olsun, özdə yanında 5-6 dənə güya şeylərlə. Nədir o? Hələlik sən Əli Nağıyevə söz bildirəm, mən onu tapacam. Mən nə deyim, bax, mən Əli Nağıyevin anası neçə illərdir buradan, 91 yaşında, hələ rəhmətə getməmiş. Allah bütün ölənlərə rəhmət eləsin. Mən heç kimin nə anasına, nə bacısına söyən deyiləm, mən o elə şeydən uzağam. Mən də yaxşı şey deyil, amma ki, məcbur edirlər. Mənim ürəyim Əli Nağıyev. Əli Nağıyevin şəklini qoyura. Əli Nağıyev, mən Azərbaycanlı olaraq mənim ürəyim qəbul eləmədi ki, sizin və sizi kimlər, xod məmur olsun, xod prezident, xod kim olsun, Azərbaycan analarına, bacılarına buradan söyülməsin deyin. Mən gəldim 2023-də Bakıya, yoxlayın, Səbai rayonunda izahat vermişəm, Səbai rayonunda. Orada dedim ki, xahiş edirəm, məndə başqa məlumat var, amma orada hamısını mən deyə bilməzdim axı. O elə belə izahat götür. Dedim, mən istəyirəm Mehriban Əliyeva ilə görüşəm. Azərbaycanda çox böyük qarışıqlıq gedir. Bilirsiniz, elə şeylər var ki, yəni efirlik deyil də. Bu adama elə spisoklar vermişəm ki, bu əgər çatdırsaydı Mehriban Əliyevə, Azərbaycanda çoxdandan belə ürəyin istəyən dəyişiklik olmalıydı. Axırda bu adam qayıtdı, mənə dedi ki, mən bax millət, qulağınızı açın eşidin. Mən bu adamla bir dənə düşmançalığım olmuyor. Bu adam prosi məni allatdı 2018-dən, 2017-nin axırı 2018-dən. Bugün sabah, Akif dayı, bugün sabah. Axırda qayıtdı, dedi ki, sevinə. Məmmədiyarov sizlə danışmaq istəyir ki, Məmmədyarovun görüşünə gedirsiniz. Dedim, çox gözəl. Aradan bir ay keçdi, deyirəm, nə oldu? Deyir, məni Bakıya çağırırlar. Mənim nə xəbərim var, axası bu oğraç, bu Toğrul, diplomatdır da, bunlara yoxlanış olmaz. Məmurların nal pulunu daşıyır, nal. Diplomatlarla nal pul daşıyırlar. Sonra mən dedim, vallahi efirə çıxacağım, ha, bax, başıma gələn söyləyəcəm. Yox, siz Allah dayanın. Bu dəfə Bakıdan qayıdıram, tam sizə cavab deyəcəm. Dedim, yaxşı. Getdi, gəldi. Dedim, nə oldu? Görüşək, dedi, ha. Getdim, düz UNESCO-nın yanında kafe var ora. Yenə də deyirəm, ha, bax, mənim bu adamla bir dənə düşmançalığım olmayıbdır. O göydəki Allahın birinə. Mən həmişə can atmışam ki, buradan şikayət eləyən